Almaniyadakı uşaqlar düzəltmişlər də Approbation für ausländische Ärzte Facebook səhifəsini. Mən çoxdandır Facebook işlətmirəm, amma Approbation für ausländische Ärzte. Mən axırıncı dəfə görəndə 15 mindən artıq iştirakçı var idi. Orada çox suallar verirdilər. Bütün suallara demək olar ki, cavab tapılırdı. Bizim aprobasiya barədə vebinarımız olub. Şamil, səhv eləmirəmsə Şamil idi adı. Elə aprobasiya aiddir ya da Approbasiyadan təzə gələn kolleqalarla danışmaq daha yaxşıdır. Ha, İndi mənim gəldiyim vaxtla indiki vaxtda dəyişikliklər çoxdur. Mən məsələn gələndə Fachsprachprüfung verməmişəm. Beruf Erlaubnisi bizə 1-2 dənə sənəd verirdik, evə göndərirdilər imtahansız. hmm, Aprobasiya da elə indiki kimi idi. Yəni qeydiyyatdan keçmək lazım idi. 3 dəfə şansla verirdik. Amma hmm. fahş-vaxt yox idi. Bir də klinikalarda işləyəndə 2016-cı ilə qədər məsələn iş icazəsi ilə də bütün işləri görməyə icazə verirdilər. Amma indi bizim klinikada da görürəm ki, aprobasiyası yoxdursa çətin məsələdir. İş icazəsi ilə işə girmək olar, amma aprobasiya alana qədər heç bir Weiterbildungda deyilsən. Bunlarda Weiterbildung ondan sonra. bunlar onsuz da şikayətlənir ki, bəs əskilik var, nəm kadr çatışmır, amma o qədər belə yüksək standartlar Amma qoyurlar ki. problem yaşadılar ona görə. Hamını qəbul etdilər, sonra keyfiyyət çox pis oldu. Hmm, Bir dənə variant qalır ki, aprobasiya temasından istifadə eləsinlər ki, gələn heç olmasa müəyyən qədər nəyəsə baxsın, nə ilənsə maraqlansın. Əslində bunları da başa düşmək olar. Tək Azərbaycan deyil də, bütün hər yerdən həkimlər gəlir. Hansı səviyyədə olduqları bəlli deyil. yox, sözsüz onu yoxlamaq lazımdır. Bakalavr açığı çox çətindir ona görə. Hmm. Biz istəyirik yavaşdan başlayaq. Artıq 30 nəfərdən çox var. Okay. Ee, Bir iştirakçılar da hər kəs xoş gəlib. Qeydiyyatda olan sualları da doktora yönləndirmişik. Mövzumuz Almaniyada kardiocərrahiyyədir. Rüfət doktor, buyurun. Artıq başlayaq. Oldu. Çox sağ ol. Mən çalışım yenə bayaq öyrədiyim kimi açmağa. Freigeben. Oldu, açıldı yoxsa Yox, məndə açılmayıb. açılmır? Ya, o fürsətdən istifadə edin bilməyənlər olar. Bizim Türkiyədə kardiocərrahiyyə vebinarımız da olub. Yəni bu həftə, gələn həftə YouTube-a yerləşdiriləcək. Yəni sualları olan o vebinara baxa bilər YouTube-da. Okay. Deyəsən eləyə bildim. Bəli, görünür. Hər kəsi salamlayıram. Belə başa düşdüm ki, daha çox qismimiz tələbə qrupudur. Almaniyada kardiocərrahiyyədən biraz danışmağa çalışacağam. Adım Rüfətdir, Rüfət Xankişiyev. Mən ürək diabet mərkəzi slaytda göründüyü kimi Badenozen şəhərində yerləşən, orada Oberarzt kimi ürək cərrahiyyəsi klinikasında çalışıram. Almaniyada ürək cərrahiyyəsi bunu bizim Nordrhein-Westfalen'in Ärztekammer saytından götürmüşəm. Deməli, ürək cərrahiyyəsi ümumiyyətlə kağız üzərində, belə deyək, kağız üzərində 72 ay kimi hesablanır. Yəni 6 illik Weiterbildung müddəti kimi hesablanır. Onun ilk 2 ili Komentrang sayılır. Həmin 2 ildə xəstəxanadan asılı olaraq, məsələn, bizim xəstəxanada notavnamə yoxdur, amma reanimasiya var. 2 ili notavnamədə, sonra intensivdə, yəni reanimasiyada, bir də xəstəxananın içərisində olan hansısa bir başqa şöbədə keçilməlidir.
Sırf ürək cərrahisi kimi klinikalarda, məsələn bizim klinika kimi funksiyon diaqnostik şöbəsində, exo şöbəsində ya da ürək çalışmazlığı şöbəsində keçirtmək olar. Yəni bunları da sayırlar. Bizim intensiv şöbə not alfnamemiz olmasa da intensiv şöbəyə kənarda not farmasik xəstələr gəldiyinə görə, təcili xəstələr gəldiyinə görə intensivin 6 ayını notafnamə kimi qəbul eləmişdilər. Ondan sonra başlayır ürək cərrahiyyəsi Weiterbildungu. Davam eləməlidir əslində 4 il. Amma reallıqda biraz daha uzun çəkir. Bu Almaniyada hazırda olan ürək cərrahiyyəsi klinikalarının siyahısıdır. Hamısı burada yoxdur. Hazırda təxminən 75-77 ürək cərrahiyyəsi mövcuddur və bəzi ürək cərrahiyyələri şöbələri 2 klinikada fəaliyyət göstərə bilər. Ona görə klinika kimi təxminən 85 klinikada ürək cərrahiyyəsi var. Azdır, yəni sayıla biləcək qədərdir. Qırmızı ilə göstərdiyim özümün çalışdığı ürək diabet mərkəzi NRV-dir. Yaşılla göstərdiklərim bizim klinikadan şef kimi ya da Leitender Oberarzt kimi kollegaların getdiyi klinikalardır. Narıncı rəngdə göstərdiyim mənim tanıdığım Azərbaycanlı kollegaların işlədiyi klinikalardır, təcrübəli kollegalardır. Oberarzt hətta Leitender Oberarzt vəzifəsində işləyirlər. Bunların içərisində 10 klinika ən yaxşı deməli əməliyyat sayına görə və müxtəlifliyinə görə ən yaxşı və ən böyük klinikalar sayılırlar. Nordrhein Herzen Diabetes Centrum NRV Badenozunda əməliyyat sayına görə Almaniyada demək olar ki, birinci yerdədir. Transplantasiya, ürək transplantasiyası sayına görə birinci yerdədir. Leipzig ümumiyyətlə çox böyük məktəb sayılır Almaniyada. Ölçüsünə görə də məncə ən böyük klinika Leipzigdir. Əməliyyat zallarının sayına görə falan. Berlin təbii ki, paytaxtdır. Həmişə şəriti hər yerdə olub və ondan sonra da digər klinikalar. Məsələn, sonuncu 10-cu Bad Rottenfelddə bizə yaxın klinikadır. Tanıyıram. Bütün demək olar ki, əməliyyat növlərini eləyirlər və çox sayda. Bayaq dediyim mövzu formal olaraq nəzərdə tutulan 6 il ürək cərrahiyyəsində, amma çox reallığı əks elətdirir. Mən ümumiyyətlə indiyə qədər 6 ildə ürək cərrahiyyəsini bitirib fəxarc olan görməmişəm. 2013-cü ilin yanvar ayından ürək cərrahiyyəsindəyəm və ürək cərrahiyyəsi Weiterbildungunu bəzi sözləri almanca işlədəcəm. Yəqin Almaniyaya hamı hazırlaşırsa, Almanca müəyyən qədər hamıda xəbəri var. Weiterbildung 6 ildə bitirib fəxarc olan yoxdur. 7 il, özüm 7 ilə bitirmişəm. 7-10 il deyək daha realdır. Bu amma Erstekamerin minimum müddətidir və Erstekamerin işi müddəti təyin eləməkdir. Bir də həmin müddətdə nələr eləməlisiniz, hansı bacarıqları əldə eləməlisiniz, onların siyahısını hazırlamaqdır. Ürək cərrahiyyəsində əvvəllər 180 əməliyyata ehtiyac var idi fəxarc olmaq üçün. Hazırda yaxşı ki, onu endiriblər 100-ə. Bu demək olar ki, 2 dəfə fərqdir. Mən məsələn 180 ürək əməliyyatı olan vaxtlara düşdüm. 180 ürək əməliyyatı toplanmalı idi ki, fəxarc imtahanına girişə icazə verilsin. İndi 100 əməliyyatla girməyə icazə verilir və üstündə də 25 pacemaker şitmaxa toplamaq lazımdır. Cəmi 125 əməliyyat sayaq. Hətta indiki dövrdə deyim ki, aorta qapağı əməliyyatları yavaş-yavaş intervensiyon bu TAVI ilə əvəz olunduğuna görə
Tabi prosedurları da hansısa xəstəxanada olsanız, orada tabi proseduru çox olsa, onlar da ürək əməliyyatı kimi saya aiddir. Xüsusiyyətləri bodybuilding yerin az olmağı. Bayaq siyahını göstərdim və dedim, sayıla biləcək qədər ürək cərrahiyyəsi mövcuddur Almaniyada. 80 həmişə normada deyirlər, 79-80. Anesteziya ilə müqayisə olunası deyil. Badenozun şəhərində bizim Herzentrun Badenozun şəhər klinikası, travmatoloji böyük klinika var və çoxlu praksislər, 1-2 balaca klinikalar, yəni təxminən 10-15 dənə saymaq olar mən tanıdığım. Hamısında anesteziya var. Yəni anesteziya ilə məşğul olan, fikirləşin, bir balaca şəhərdə 50 minlik 15-20 klinikada anesteziya yer tapa bilər, amma ürək cərrahisi bir dənədir. Və 80 milyon əhalisi var Almaniyanın. Demək olar ki, bir klinika 1 milyon əhaliyə xidmət eləməlidir. Amma normada ştat klinikaları, şəhər klinikaları 10-20 minə belə hesablanırlar. İndi 80 milyona hər 10 mininə bir klinikadan hesablamaq olar, gör başqa ixtisaslardan nə qədər var. Ona görə bodybuilding yerlərinin az olmağı ürək cərrahiyəsinin xüsusiyyətidir. Rezidentlər üçün məhdud əməliyyat sayı. Niyə? Çünki fəxarçılar da, cavan operaslar da əməliyyat eləməlidirlər və demək olar ki, hələ öyrənmə mərhələsindədirlər. Başlanğıc basic əməliyyatlar, şuntlama, aorta qapağı, bunları məşğul olmalıdırlar və cavan fəxarç, cavan operarç demək olar ki, bütün proseduru özü eləmək istəyir. Müəyyən qədər rezidentlərə orada məhdud əməliyyat sayı düşür, sırf öz adlarına yazılan. Amma tail eingriff, yəni əməliyyatın bir hissəsini eləmək də əməliyyat sayına aiddir. Yəni 3 bypass tikiləcək, 3 şunt tikiləcək bir əməliyyatda assistent birini tiksə, ona şuntlama əməliyyatı kimi yazılır. Bunda pozitiv kimi yanaşma olar burada. Klinika pasient təhlükəsizliyi ilə bağlı yüksək tələbləri qoyur. Təbii ki, yəni bütün əməliyyatları rezidentlərə eləməyə icazə verib, komplikasiya sayını artırıb, infeksiya sayını artırıb, yəni problem sayını artırıb, pis nəticələr göstərmək istəmirlər. Ona görə pasient təhlükəsizliyi də rezident əməliyyatlarının sayının məhdudlaşmasına səbəb olur. İntervensional üsullar, bayaq dediyim kimi, hazırda intervensiyon kardiologiya çox inkişaf edib. Deməli, əvvəlki kimi bir dənə LAD damarının tutulmağı, yəni ürək əməliyyatına gətirib çıxartmır. Stent implantasiyası, stentlərin növləri, kateterlərin formaları, yəni elə yüksək səviyyəyə gəlib ki, cərraha gəlib çıxana qədər, yəni kardioloqlar hər cür xəstələrə müdaxilə edə bilirlər. Ona görə intervensiyon üsullarının artmağı cərrahiyyəni biraz sıxışdırıb. Klapanlar, aorta qapağı, mitral qapaq, trikuspidal qapaqda intervensiyon sayı həddindən çox artıb. 2013-dən, 12-dən hətta bizdə tabi proseduru icra olunur aorta qapağında. Əgər bir ildə götürək ki, 2000 aorta qapağı əməliyyatı cərrahi 100 dənə də yox, 20 dənə tabi icra olunursa, 2026-cı ildə bu miqdar demək olar ki, tamam tərsinə olub. Yəni, tabi sayı 1000-ə çatıb. Bu da əvvəl, məsələn, əməliyyat olunacaq 900 xəstəni intervensiyon müdaxilə edirlər, əməliyyat olunur. Və yaşı da getdikcə aşağı düşür xəstələrin. Ləyit liniyalarda son tabi prosedurlarında 70 yaş üzəri tabi üçün diskussiya olunurdusa, indi 65 yaş üzəri tabi üçün diskussiya olunur.
Niyə bu çox vacibdir yeni kardiocərrahiyyə ilə maraqlanan kolleqalara? Çünki bazis əməliyyatı aorta qapağı əməliyyatıdır. Faxarc olmaq üçün öyrənilən əməliyyat aorta qapağı əməliyyatıdır və tabii aorta qapağını əvəz eləyirsə, aorta qapağı cərrahiyyəsini əvəz eləyirsə, deməli birbaşa e, Weiterbildung əməliyyatlarının sayına təsir edir. Mərkəz daxilində artan ixtisaslaşma bu biraz mürəkkəb temadır. Yəni elə çox Weiterbildunga təsiri yoxdur. Hətta müəyyən qruplar hansısa özlərinə aid işlərlə məşğul olsalar da, sırf müəyyən qrup əməliyyatlarla məşğul olsalar da, klinika belə müəyyən qrup əməliyyatla məşğul olsa da, yenə bütün digər əməliyyatlar da əslində icra olunur. Yəni elə çox təsirləmir. Bu xüsusiyyətlər, hansı ki, ürək cərrahiyəsini biraz sıxışdıracaq xüsusiyyətlər, sonda qeyd edim ki, Weiterbildung müddəti ilə əməliyyat təcrübəsi arasında fərq yaradır. 6 ilə bitirilib vərəqdə başqa bir səviyyəyə gəlinməli idi kağız üzərində, amma ona gəlib çıxmaq olmur. Burada göstərmişəm, faxarc olmaq və müstəqil əməliyyat eləmək eyni şey deyil. Bayaq dediyim kimi, ili bitirmək olar, amma həmin ilin sonunda sərbəst şuntlama əməliyyatı götürək ya aorta qapağı əməliyyatı hələ atrioventrikulyar qapaqlara keçmirik. İcra eləmək biraz təzad təşkil edir bəzən. Klinikadan da asılıdır təbii ki. Ürək cərrahiyəsi üzrə faxarc olmaq, mütəxəssis faxarc kimi götürək. 7-9 il yazmışam, realistik 6 il mən görməmişəm, ümumiyyətlə eşitməmişəm davamında, amma 7 il mümkündür, klinikadan asılıdır, yaxşı, böyük klinika və çox əməliyyat edən klinikadırsa olar, amma normalda 8, 9, 10 ilə qədər çəkir. Və ona da standart kabiç və qapaq əməliyyatlarını icra eləmək təbii ki, aiddir. Faxarc olub bir neçə il, yəni 1 ya 2 il yenə müddət tələb edir ki, o əməliyyatlar tamam müstəqil şəkildə heç kimi izala çağırmadan təkcə icra oluna bilsin. Balaca klinikada çox az bir əməliyyatla, sadəcə kurikulumuna qol çəkilməklə ki, okey, bu hər şeyi icra eləyib, getsin imtahana, imtahanı da uğurla keçir. O deməkdir ki, tək zalda həmin əməliyyatı axıra qədər icra edəcək. O adamlara ən azı 2-3 il vaxt lazım olur ki, sonradan hələ tam müstəqil əməliyyat eləməyi öyrənsinlər. Ober hastalığa qədər 10-15 il, Leitender Oberarsta əgər yer nə vaxtsa alınsa, heç olmasa ən yaxşı halda hər şey getsə 15 il, normada bir 20 ilə qədər vaxt lazım olur. Bu da klinikalar arasında fərqlərə görə baş verir. Deməli, klinikalar arasında fərq yazdığım kimi hətta illərin sayından daha vacibdir. Çünki ola bilər 2 klinikada 8 il ya birində 10 il vaxt keçirəsiniz, amma o 10 ildə daha çox işlə məşğul olasınız. Nəinki digər klinikada kimsə 8 ilə faxarcılığına qol çəkilib, kurikulumuna qol çəkilib və imtahana buraxılmağa icazə verilib. Fərqləri odur ki, məsələn, sternotomiya rezidentlərin başladığı şeylər sternotomiya, kanülyasiya öyrənmək, onların arasında hələ mamariya preparasiyası, bypass üçün şunt tikişləri bir ya yarım ya hələ başlanğıc üçün qapaq əməliyyatlarının bəzi hissələrini icra eləmək. Bəzi klinikalarda ola bilər ki, bunlara tez başlanılsın, amma digər klinikalarda illərlə şöbə işi ilə məşğul olmağa məcbur olsun, ambulator qəbunla ya reanimasiyada uzun müddət saxlanılsın, bürokratik işlərlə məşğul olsun. Yəni, bu klinikadan klinikaya fərqlidir. Burada mənim Azərbaycandan bir 4-5 assistentim var. Hərəsi ayrı-ayrı klinikalardan gəliblər və müxtəlif şeylər danışırlar və çox da problem təbii ki, əməliyyat salonuna gedib çıxa bilməməkdir. Daha çox şöbə işində, ya reanimasiyada, ya hətta əməliyyat rotasiyasında olsa belə hər dəfə əməliyyatdan çəkilib şöbəyə göndərilmək, xəstə kimsə olur deyə, ya reanimasiyada kollega çatışmazlığına görə ora göndərilir.
və bu da onun vaxtından gedir təbii ki. Universitet klinikaları həmişə ən yaxşı və ete bildiyim imkan demək deyil. Universitet klinikası ümumiyyətlə elmi işlə məşğul olmaq istəyən, akademik karyera qurmaq istəyən adam üçün çox yaxşıdır təbii ki. Amma universitet klinikalarına ağır xəstələr gəlir, daha çox ona görə məsələn gündəlik əməliyyat zalı çox vaxt ağır əməliyyatlarla dolu olur. Orada çoxlu rezident, faxart, cavan operarslar olur, hansılar ki, hələ əməliyyata acdılar və konkurensiya çox olur. Təbii ki, mürəkkəb əməliyyatları da təcrübəli operarslar eləyir və digərləri sadəcə olaraq assistentliklə daha çox məşğul olurlar. Bir də elmi işlə bizdə də əslində universitet klinikasıdır. Biz biraz Bochum Universitetindən kənarda başqa şəhərdə yerləşmişik. Yəni çox elmi işdə ya akademik karyerada baskı eləmirlər ki, hamı mütləq nəsə yazmalıdır, hazırlamalıdır. Yəni daha çox vaxtımızı əməliyyatda keçirə bilirik. Amma normalda eşitdiyim qədərilə universitet klinikalarında vaxtın böyük hissəsi bu işlərə sərf olunmalıdır. Cərrahiyyədə də bu çətindir. Ürək cərrahəsində daha çətindir. Əməliyyatların vaxtı uzundur. Bir gündə 2 əməliyyat demək olar ki, bütün günü alır, enerjini alır. Ondan sonra yenidən hələ qayıdıb bu işlərlə məşğul olmaq amma mümkündür. Yəni istəyən klinika seçimində nəzərə almalıdır, hansı tərəfə yönəlik işlə məşğul olmaq istəyir. Burada mən mənə göndərilən sualları yazmışam ki, direkt oxuyub sizlə bir də cavablayım. Birində yazılmışdı, Almaniyanın ən böyük ürək və diabet mərkəzlərindən birində assistent kimi fəaliyyətə başlamaq üçün hansı göstəricilərə və bacarıqlara sahib olmaq lazımdır? Alman dilini bilmək lazımdır. Yəni, mərkəzin böyük ya kiçiliyi elə bir əhəmiyyət kəsb eləmir. Hamısında Alman dilini B2 səviyyəsində bilmək lazımdır. Fachsprachprüfungu vermək lazımdır. Çünki iş icazəsi olmadan işləmək olmur. Aprobasiya olması daha yaxşıdır. Mən öz klinikamızda da axır vaxtlar indi görürəm. Bizdə də Fachsprachprüfungu verməklə, iş icazəsi almaqla işləyən kolleqalar var, amma Weiterbildungda deyillər. Weiterbildungda olmaq üçün aprobasiyon olmalıdır. Yoxsa sadəcə olaraq yəni o həkimlərin sənədlərində yazılır ki, aprobirt həkimin nəzarət altında işləməlidir. Təbii ki, kollega şöbəni aparır, işlərlə məşğul olur. Ola bilər ki, xəstəyə qan verə bilməz, sənədlərin çoxuna qol çəkə bilməz, onu aprobasiyalı kollegalar eləyir, amma o da çox işlərlə məşğul olur, əməliyyatda iştirak eləyir. Bu vaxtı sadəcə olaraq istifadə eləyir ki, hamı işləməlidir, pul qazanmalıdır, yaşamalıdır və aprobasiya üçün bu vaxtı nəyisə bir şeylə doldurmalıdır və aprobasiya hazırlaşmalıdır. Amma dediyim kimi, dil lazımdır, bir də Fachsprachprüfung ən azından. Xüsusi olaraq nələrə diqqət yetirmək məsləhətdir? Bu saydıqlarıma. Elə bir qeyri-adi bir şeyə ehtiyac yoxdur. Sizin təcrübənizdən çıxış edərək hazırda məzun olan bir həkim bu məqsədə necə çata bilər? Alman dilini öyrənməklə, Fachsprachprüfungu verməklə. Mən çoxdan gəlmişəm, arada çox şeylər dəyişib. İndi hazırda necə getdikləri haqqında dəqiq informasiya verə bilmərəm. Daha çox Almaniyada kardiocərrahiyyədən danışmaq istəyirəm, amma yəni qeyri-adi heç bir şey lazım deyil. Qərar verib başlamaq lazımdır. Yəni bir yerindən sonra yavaş-yavaş onsuz da gedir. Kardiocərrahiyyə rezidentura dövrünün əsas çətinlikləri və riskləri hansılardır? Kardiocərrahiyyə bu sahə Almaniyada hansı səviyyədə inkişaf edir? Deməli, kardiocərrahiyyə rezidentura dövrünün çətinlikləri. Çox gələnlər Fachsprachprüfungla gəlirlər, aprobasiya imtahanı verməlidirlər, amma əməliyyatlara girməlidirlər, əməliyyatlar uzun çəkir, vaxt biraz az qalır, yorğunluq olur. Hazırlaşmaq üçün başqa ixtisaslara gedən kolleqalardan daha az vaxtları olur və daha az enerjiləri olur. Başqa çətinlikləri, yəni qeyri-adi elə bir çətinlik yoxdur. Bütün işlər eynidir.
Həkim məsuliyyəti işinizi görürsüz, assistentsiz, heç kim sizdən qeyri-adi elə bir şey tələb eləmir. Həmişə söz soruşmaq üçün oberarç var, soruşa bilərsiniz. Onun adını hər yerdə qeyd edə bilərsiniz, məsuliyyəti onun üzərinə yükləyə bilərsiniz. Onlar onun üçün varlar. İşləmək hər yerdə lazımdır. Yəni oturmaq onsuz da olmaz. Ona görə elə bir qeyri-adi xüsusi başqa çətinlik yoxdur. Risk də yoxdur. Risk odur ki, kardiocərrahiyyə uzun çəkən bir sahədir. Bayaq da dedik 7 il minimum real yanaşsaq, 4 il işləyəndən sonra artıq 24, 23, 24 yaşında deyilsiniz, 28, 29 yaşındasınız. Dünyaya baxış başqa cürdür. Başqa şeylər istəyirsiniz. Fikir dəyişə bilər. Başqa bir sahəyə getmək istəyirsiniz. Yəni tam risk kimi də deməyək, amma məsələn 4 ili keçirtmisiniz, sonra da ixtisas dəyişirsiniz. Belə bir hadisə baş verə bilər. Amma o da qorxulu deyil. Common trunk bütün cərrahiyyələrdə sayılır. Əslində deyirlər 2 ili burada keçin, common trunk problem yaransa gedərsiniz, başqa yerdə davam edərsiniz, bu 2 il sayılacaq, okey, amma bütün klinikalara işçi lazımdır. Bütün klinikalar öz reanimasiyasında, normal şöbəsində işləyən həkimlər axtarırlar. Təzə gələn həkimə, okey, sən 2 il reanimasiyada işləmirsən, bizim reanimasiyada işləməyə ehtiyacın yoxdur, deyəcək bir klinika olmayacaq. O da istəyəcək ki, siz onun reanimasiyasında işləyəsiniz. Yəni, belə il itirimi riski ola bilər. O da mən elə bir çox risk hesab eləmirəm. Nəzərə almaq lazımdır ki, həmin il siz işləmirsiniz, maaş almırsınız, yaşamırsınız. İtiriləcək elə bir şey yoxdur. Sizcə kardiocərrahiyyə və kardiologiya sahəsində inkişaf üçün niyə məhz Almaniya seçilməlidir? Mən demirəm ki, məhz Almaniya seçilməlidir. Baxır gələcəkdə məqsədimiz nədir? Almaniyada qalmaqdır, Azərbaycana qayıtmaqdır, Almaniyanı körpü kimi istifadə edib daha uzağa getməkdir. Yəni ondan asılıdır. Əgər nə vaxtsa Azərbaycana qayıtmaq istəyirsinizsə, məncə Almaniya təhlükəli yerdir. Çünki 5-6 il həyatını Almaniyada, Avropada keçirmiş adam çox fikir dəyişikliyi yaranır həmin adamda. Yəni birinci gəldiyi kimi gedim, qutarım, qayıdacam. Yəni tam o fikirdə olmur. Ona görə əgər belə bir fikir varsa, biraz Azərbaycana yaxın ölkələr, məsələn, Türkiyəni seçmək daha yaxşıdır. Almaniyada rezidenturanı bitirdikdən sonra başqa ölkəyə, ABŞ, İsveçrəyə getmək yaxşı alternativ hesab oluna bilərmi? Yoxsa Almaniyada qalmaq daha məqsədəqdir? Dediyim kimi, Almaniyada 5-6 il işləyəndən sonra biraz buradan çıxmaq yəni adam istəmir. Amma İsveçrə demək olar ki, eynidir, daha çox pul qazanmaq olar. Yəni dəhşəti dərəcədə böyük fərqlə yox, amma belə biraz. Amma ölkə kimi yəni hələ bir güclü fərqi yoxdur Almaniyadan. Cüzi müəyyən şeylərdə fərq ola bilər, amma getmək olar. Amerikaya həmişə getmək olar. Çox imtahanlar təzədən vermək lazımdır, çox prosedurlar keçmək lazımdır. Mən onların hamısını dəqiq bilmirəm, amma o illəri və o mərhələləri eləmək istəyən varsa, mən böyük məmnuniyyətlə elib gedə bilər. Məncə Almaniyada da pis olmaz. Azərbaycanda tibb təhsilini bitirmiş bir məzun Almaniyada kardiocərrahiyyə və digər ixtisaslar üzrə rezidenturaya başlamaq üçün hansı mərhələlərdən keçməlidir? Elə bir mərhələ yoxdur. Dediyim kimi dil öyrənsin, Fachsprachprüfung versin, kardiocərrahiyyə klinikaların siyahısını göndərmişəm. Hamısına yazsın, cavab gələnlərlə danışsın. Azərbaycanlı kolleqalar axtarmağa çalışsın. Facebookda böyük səhifələr var, hansında ki, kolleqalar bir-birlərini həmişə danışırlar. Aprobasyon für ausländische Ärzte mən çoxdan da istifadə eləmirəm, amma belə bir səhifə var idi. Orada soruşsa bilər, hansı kolleqalar, hansı klinikalardadır, öyrənsin, həmin klinika haqqında məlumat öyrənmək üçün. Sonra da başlasın. Yəni elə bir qeyri-adi mərhələ keçməyə ehtiyac yoxdur. Bu sahələrin gələcək perspektivlərini necə qiymətləndirirsiniz? Sahələrin yəqin ki, kardiocərrahiyyənin, ona birazdan gələcək perspektivlərindən danışarıq.
Rezidentlər adətən neçənci ildən əməliyyatlarda aktiv iştirak etməyə başlayırlar. Bəzi mənbələrdə qeyd olunur ki, rezidentura müddətində əsasən şöbə işləri görülür və cərrahi bacarıqlar kifayət qədər inkişaf etmir. Bu fikirlər nə dərəcədə doğrudur? Bu fikirlər fərqli klinikalarda fərqlidir. Mən bizim klinikadan belə danışa bilərəm ki, bizim klinika birbaşa ürək cərrahisi Weiterbildunguna, rezidenturasına götürmür. Bizim klinika 3 ya da 2-dən 5-ə qədər bir semestrdə, yəni 6 ayda 2-dən 5-ə qədər kandidatı işə başlamağa icazə verir, Komintranka. Və assistentləri də əvvəlcədən xəbərdar edir ki, bir il yarımdan sonra, yəni Komintrank bitəndən sonra, o 2 ildir, amma bir il yarımdan sonra qərarı açıqlayırlar. 2 ildən sonra bir ya maksimum 2 kollega ürək cərrahiyyəsi Weiterbildunguna davam edəcək. Qalanları ya gözləyib növbəti illərdə boşluqlarda yerləşdirilə bilərlər, ya da səbirləri çatmasa gözləməyə başqa klinikalara müraciət edə bilərlər. Pis cəhəti odur ki, təbii ki, 100% qarantiyalı deyil ki, başlayan kimi ürək cərrahiyyəsi Weiterbildungu alacaqsınız. Yaxşı cəhəti odur ki, əgər keçsəz o mərhələdən və siz seçilsəz, sizi ürək cərrahi eləyəcəklər. Yəni, onun üçün müəyyən sayda adam götürülür ki, əməliyyat sayını həmin adama çatdıra bilsinlər. Çox götürüb, heç birisinə də lazımı qədər əməliyyat verməməyi istəmirlər. Həmin bu rezidentura proqramında 2 il Komintrankdan sonra burada yazılır əslində social əməliyyatlarda aktiv iştirak etmək. Aktiv iştirak etmək, assistent kimi də aktiv iştirak etmək olar gəldiyi gündən. Bir neçə həftədən sonra özünü vena çıxartmağa hazır hesab edirsə, buyursun venanı çıxartsın. Və o biri kollegalar təbii ki, onun yanında ona kömək edəcəklər, göstərəcəklər və o da məşğul olacaq. 3-cü, 4-cü illərindən artıq sternotomiya, kanülyasiya, mamariya preparasiyası və yavaş-yavaş 4-ün axırı, 5-in əvvəlindən əməliyyatların müəyyən hissələrini icra eləməyə icazə verirlər. 5, 6, 7 əməliyyat sayı toplamağa sərf olunur. Eyni zamanda təbii ki, assistentlik davam edir, eyni zamanda şöbə işi davam edir və bunlarla yanaşı da əməliyyatda yəni ona fikir verilir ki, həmin adamlar əməliyyatda mütləq aktiv iştirak eləsinlər və əməliyyat sayı toplasınlar. Deyim ki, həftədə, ayda bir həftəni şöbəyə verməlidir assistent. Yəni belə olmalı, çünki hər şöbəyə təxminən 4-5 assistent qoyurlar və onlar da hərəsi bir həftə şöbə edir və qalan həftələri əməliyyata keçirdirlər. Əməliyyata keçirdikləri həftələrdə də hər şeyi toplamağa vaxtları olur. Bir də individual məsələdir. Yəni əli həqiqətən işləyirsə və eyni zamanda başı işləyirsə, ona daha çox etibar olunacaq və daha çox şeyə icazə veriləcək. Almaniyada kardiocərrahiyyə üzrə təhsil almağa dəyərmi? Bəzi insanlar cərrahlıq təhsilinin Türkiyədə daha praktik yönümlü olduğunu deyirlər. Bu barədə fikriniz nədir? Məncə Türkiyədə praktik yönümlüdür, daha praktik yönümlüdür. Bilmirəm nə dərəcədə etibar olunub əməliyyata tək icra eləməyə icazə verirlər. Ola bilər əməliyyata assistentliyə çox icazə versinlər, ola bilər əməliyyatın müəyyən hissəsində nəsə eləməyə icazə versinlər, amma əvvəlin axırına qədər əməliyyatları nə dərəcədə verirlər, onu mən bilmirəm. Mən Türkiyədə olmamışam. Amma bir nüans həmişə nəzərə alınmalıdır. Tibb Universitetini 23-24 yaşında bitiririk. 23-24 yaşında gəncin qız və oğlan olmaqdan asılı olmayaraq yəni işlə təmin olunmalıdır, maaş almalıdır və öz həyatını qurmalıdır. Bu Türkiyədə nə dərəcədə mümkündür bilmirəm. Mən inanmıram ki, orada o qədər maaş ala bilirlər ki, sərbəst şəkildə hər şey edə bilsinlər. Yəni şəxsi həyatlarını da yaşasınlar və işdə işləsinlər. Kardiocərrahiyyə 6 il götürsək, kağız üzərindəki kimi 24 yaşından 30 yaşına qədər olan ömrün bir hissəsidir. 7, 8, 9 il çəksə hətta ondan daha uzağa gedir. Bu müddəti yəni şəxsi həyatı yaşamadan ancaq klinikada və ixtisaslı yəni işlə məşğul olmaq mən yaxşı hesab eləmirəm. Burada Almaniyada gəldiyiniz gündən maaşla təmin olursunuz.
Normal ev tutmağa pulunuz olur, bir maşın almağa pulunuz olur, boş vaxtlarınızı səmərəli keçirtmək üçün vəsaitiniz olur, imkanınız olur. 36 saat növbə eləyib, 12 saat dincəlib, təzədən 36 saat növbə eləmək, bir gündə 500-ə qədər xəstə qəbul eləmək və 6 il ömrü bu cür keçirtmək, niyə baxmaq lazımdır. Ola bilər kimsə 6 il üstündən xərc çəksin və desin ki, mən ondan sonra Azərbaycana qayıdıb çox böyük işlərlə məşğul olacağam və ondan sonra yaşamağa başlayacağam. Onda Türkiyə daha yaxşıdır. Amma Almaniyaya gəlirsə, Almaniya belədir ki, tez qutaram, bitirim, yəni buna ehtiyac yoxdur. İxtisası tapırsınız, işi tapırsınız, başlayırsınız işləməyə, həyatınızı yaşayırsınız və işinizlə məşğul olursunuz. 24-25 yaşından yaşamağa və işləməyə başlayırsınız. Yəni bu çox vacib faktordur məncə. Almaniyada cərrahiyyə rezidenturası zamanı əməliyyat təcrübəsinin az olduğu və rezidentlərin kifayət qədər cərrahi bacarıq qazana bilmədiyi iddiaları nə dərəcədə əsaslıdır? Təxminən hansı ildən etibarən rezident özünü əməliyyat otağında daha rahat hiss eləməyə başlayır? Okay. Sualın birinci hissəsi bu klinikada əsassızdır bu iddialar. Bu klinikada belə şey yoxdur. Rezident işləyir, lazımi qədər işləyir, lazımi qədər əməliyyatda iştirak eləyir və ona da faxarc olmaq üçün lazım olan əməliyyat sayı ayrılır. Ümumiyyətlə bu klinikada Weiterbildung, rezidentura buna çox önəm verilir. Demək olar ki, iş ancaq onun üstündə qurulub və hər bir oberarç da çoxu da buranın özünün Weiterbildungunu keçib faxarc oberarç olmuş kolleqalardır, biri də mən. Və mən hər gələn rezidentin nə istədiyini bilirəm. Çünki mən o yolu keçmişəm və mən əməliyyata girəndə həmin rezidentin hansı ildə olduğu, nə işlə məşğul ola biləcəyi, indi hansı mərhələyə keçməli olduğu, bunların hamısını bilirəm və əməliyyatda hər hansısa bir problem gözləmiriksə, narahatçılıq gözləmiriksə, onda hər cür şərait yaradılır ki, rezident əlini işlətsin. Hətta hər hansısa bir problem gözlənsə də, komplikasiya gözlənsə də, yəni o bütün əməliyyat boyu olmur, müəyyən bir hissəsində olur. O keçəndən sonra yenə rezidentə imkan verirsin ki, rezident əməliyyatda təcrübə toplasın. Yəni bu iddia bu klinikada əsassızdır və məncə böyük çox əməliyyat sayı olan klinikalarda da əsassız olmalıdır. Bir qədər kiçik klinikalarda ola bilər ki, daim operatsiylar əməliyyatlarda olurlar özləri və assistent edənlər də operasiyada faxarsılar və assistentləri daha çox şöbədə işlədirlər. Bura gələn kolleqalar da biraz elə şeydən şikayət edirdilər. İllər keçir, 2-3 ildən sonra kollega artıq şikayət edəndə ki, belə olmaz, ona deyilir ki, yəni özün bilərsən, yəni burada belədir, istəsən başqa klinikaya gedə bilərsən. Yəni belə şeylər eşitmişəm mən. Amma bu klinikada əsassızdır. Təxminən hansı ildən etibarən rezident özünü əməliyyat otağında rahat hiss edir? Rezident özünü elə gəldiyi gündən əməliyyat otağında rahat hiss edir. Çünki öz ilinə və təcrübəsinə uyğun işlərdə işlədilir və narahat hiss eləmək üçün də ona heç bir şərait yaradılmır. Bütün kollektiv tərəfindən hamı bilir ki, təzə gəlib, hamı yüzlərlə rezident görüb, onun nə bacardığını, nə eləyə biləcəyini bilirlər və ondan da qeyri-adi heç kim heç nə tələb eləmir. Hətta kömək olunur, ona görə özünü rahat hiss edir, orada problem yoxdur. Almaniyada kardiocərrahiyyə təliminin səviyyəsi necə qiymətləndirirsiniz? Rezidentura və faxars mərhələsini tamamladıqdan sonra həkimlər mürəkkəb əməliyyatları müstəqil icra edə biləcək səviyyəyə çatırlarmı? Almaniyada kardiocərrahiyyə səviyyəsi yəni klinikadan klinikaya fərqlidir. Yəqin ki, 80 klinikanın 50%-də yaxşı səviyyədədir. O biri 50%-i də kiçik klinikalar olduğuna görə ola bilər ki, müəyyən qədər lazımi səviyyədə deyirlər, amma yəni kardiocərrahiyyə
kardiocərrahi ilə məşğul olmağa icazə verilibsə, deməli müəyyən səviyyələri var. Ə, Rezidenturanı bitirən həkimlər də dediyim kimi rezidenturanı direkt bitirən Faxarc hələ dünənki assistent asdı. Bu gün Faxarc olub. Ona 1-2 il vaxt lazımdır ki, çünki Faxarc olduğun günə qədər elədiyin bütün əməliyyatlarda assistent, yəni rezident tək əməliyyat protokolunda dayana bilməz. Həmişə overarch üzbəüz durur və əməliyyatı birlikdə icra edir. İstər-istəməz əgər sən əməliyyat icra edirsənsə və qarşında təcrübəli kollega dayanıbsa, o məsuliyyətin bütün yükü sənin üstündə deyil. Hər şey soruşa bilərsən, o müdaxilə eləyir nələrəsə və 100%lik məsuliyyəti hələ hiss eləmirsən. Amma Faxarc olandan sonra ki, əməliyyata tək yazılırsan və sənə ancaq assistent kolleqalar kömək eləyir, o mərhələni keçmək üçün o mərhələyə adaptasiya olunmaq üçün vaxt lazımdır. Təxminən bir 2 il müddətinə onlar düzəlib gedir. Yəni o da dediyim kimi klinikalarından fərqlidir. Həqiqətən kataloqdakı 100 əməliyyatı eləyib Faxarc olan kolleqadır, yoxsa 20 əməliyyat eləyib 10 il vaxt keçirdib, axırda şef kurikulumuna qol çəkib ki, yaxşı, sən bütün əməliyyatları elədik və qol çəkirəm, get imtahanı ver. O cür kolleqadırsa ondan sonra da hələ bir 6 il lazımdır ki, əməliyyat eləməyi öyrənsin. Yəni, amma məsələn bizim klinikada mən öz misalımda deyə bilərəm. 2020-ci ildə avqust ayının axırıncı 6-cı günü idi, 29-u deyəsən, 30'u idi. İmtahanı verdim. Birinci gün burada o cür ənənədir. Normalda imtahanlar həmişə 6-cı günə düşür və həmin kolleqalara birinci gün əməliyyat yazılır planda. Mənə 2 əməliyyat yazılmışdı. İkisi də şuntlama əməliyyatı idi və adım tək dururdu. Mən ikisini də icra elədim. Normal vaxtında bitdi, hər şey qaydasında. O 7 il müddətinə bitmiş Faxarc Weiterbildungunun keyfiyyətidir. Yəni mən də başlayanda birinci dəfə gəldim, vena çıxartmaq üçün stolu verdilər, skalpeli götürdüm. Yəni kəsiyi atımmı, atmayım mı deyə, yəni 15 dəqiqə fikirləşməyim olub. Yəni oradan 7 ilə tək ancaq assistent kolleqalarla şuntlama əməliyyatını eləyə biləcək səviyyəyə gətirir klinika. Amma bütün klinikalarda belə deyil. Almaniyada rezidenturaya qəbul zamanı istənilən ixtisası seçmə imkanları necədir? Xüsusilə cərrahiyyə sahəsinə daxil olmaq nə dərəcədədir? Almaniyada rezidenturaya qəbul Azərbaycanda kimi deyil, imtahan verməyə ehtiyac yoxdur. Sadəcə dil bilginiz olmalıdır və universitet bitirdiyiniz haqqında sənəd əliniz olmalıdır. İstənilən ixtisasa, istənilən klinikaya yaza bilərsiniz. Yerləri varsa qəbul edəcəklər. Yerləri varsa və maraqları varsa qəbul edəcəklər. Cərrahiyyə sahəsinə daxil olmaq məncə terapevtik sahədən daha asandır. Çünki cərrahiyyə sahəsini biraz daha az gedirlər, nəinki terapevtik sahələrə. Çünki yükü çoxdur, boş vaxt azdır, pul eynidir. Onu da dırnaq arasında deyim, normal düşüncədə olan insanlar eləmək istəmir. Almaniyada kardiologiya və ya kardiocərrahiyyə üzrə karyera qurmağı planlaşdıran gənc həkimlərə hansı tövsiyələri verərdiniz? Qurun, yaxşı fikirdir. Başqa elə bir tövsiyəm yoxdur. Almaniyada kardiologiya, kardiocərrahiyyəyə başlamaq istəyirsə, məncə özü artıq hər şeyi düzgün planlaşdırıb. Artıq tövsiyə verməyə ehtiyac yoxdur. Kardiocərrahi xəstə sayı və əməliyyat həcmi baxımından Almaniya ilə Azərbaycanı müqayisə etsək, hansı ölkədə daha çox klinik təcrübə qazanmaq mümkündür? Okay. Almaniyanın 80 milyon, Azərbaycanın 10 milyon əhalisi var. Almaniyanın əslində xəstəxana sayı ilə müqayisə edəndə okay, adam sayına nisbətdə eynidir. Amma Azərbaycanda son dövrlərdə bir neçə klinikada oldum, bir neçə çox kolleqalarla görüşdük. Zallarda necə işlədiklərinə, rezidentlərinə,
Ümumiyyətlə əməliyyatların gedişinə baxdım. Ə, Yəni deyim ki, rezidentlərə ehtiyacları var. Rezidentləri gözləyirlər. Hətta bəzi rezidentlər məni görəndə başladılar Almaniyadan falan soruşmağa. Onda gördüm ki, cərrahlar həqiqətən narahat olurlar, çünki rezidentlərini saxlamaq istəyirlər və rezidentlərə də deyim ki, çox yəni obyektiv davranırlar. Yəni sadəcə göndərim şöbəni eləsin prinsipi ilə işləmirlər. Əməliyyatda iştirak elətdirirlər və ilinə uyğun da biraz Türkiyə sistemini daha çox götürürlər. Deyim ki, Almaniyadan daha sürətli keçidlər eləmək olur. İlinə uyğun da işləri görməyə icazə verirlər. Bir növ buna motivasiya edirlər ki, rezident yəni başqa işləri də görsün. Kardiocərrahiyyə təbii ki, ağırdır və hamı da ora getmək istəmir. Ora gedən rezidentləri də əllərində saxlamağa çalışırlar. Amma yəni Almaniya ilə müqayisə etməyə ehtiyac yoxdur. Yəni başqa-başqa məktəblərdir deyək. Amma Azərbaycanda da təcrübəni toplayıb sırf Azərbaycanda qalmaq istəyirsə kollega, Azərbaycanda bitirib və Azərbaycanda qalıb hazırda cərrah kimi işləyən kolleqalar tanıyıram. Deyim ki, Almaniyanın rezidentura müddətindən daha tez formalaşıb, daha tez şuntlama, qapaq əməliyyatlarını icra eləyir və vaxt keçdikcə də digərlərini öyrənir. Mən pis hesab eləmirəm. Kimsə Azərbaycanda qalmaq istəyirsə, gələcəkdə Azərbaycanda işləmək istəyirsə, orada rezidentura keçmək o sistemi ilə əvvəlcədən tanış olub öyrənmək üçün yaxşıdır. Universitetdən çıxan kimi Almaniyaya gəlib, hər şeyi Almaniyada görüb, sonra Azərbaycana qayıtmaq istəyən adam o biraz daha çox problemlərlə üzləşir. Almaniyada kardiocərrahiyyə oxumağa dəyərmi? Daha da rahat və ya həyat balansı yüksək olan ixtisaslar seçmək mümkün olduğu halda məhz kardiocərrahiyyəyə yönəlmək sizcə doğru qərardırmı? Xeyr, məncə doğru qərar deyil. Mən bura gələn assistentlər də mənlə çoxlu əlaqə saxlayıb və sonra gəlib birinci işim olub ki, bu işdən yayındırım. Ehtiyac olmadığını deyim. Əgər Almaniyada qalacaqlarsa, daha rahat ixtisaslarda, daha özləri üçün çox vaxt qala biləcək ixtisaslarda və daha tez bitirə biləcəkləri, fəxarç olacaqları maaş da təbii ki, dəyişir həmin zaman. Operativ ola biləcəkləri, Almaniyanın hər yerində iş tapa biləcəkləri, gələcəkdə lazım olanda iş yerini dəyişmək, çox fikir eləməsinlər. Hansı şəhərə baxsalar, öz ixtisaslarına uyğun ən azı 2-3 klinika ola biləcəyi sahələrlə məşğul olmağı təbii ki, məsləhət görürəm. Ürək cərrahisi ilə kimsə məşğul olmaq istəyirsə, bunu həqiqətən nə bilim, uşaqlıq arzusu olmalıdır. Bütün hissi ilə, hər şeylə bunu istəməlidir. Başqa cür ürək cərrahiyyəsində qalmaq çətin məsələdir. Bu əməliyyat stresi və əməliyyatların müddəti özünə olan vaxtın az olmağı, rezidentura vaxtın uzun çəkməyi və bütün bunlarla bərabər başqa ixtisaslarla eyni pul almaq biraz adamı sıxır. Amma məşğul təbii ki, ürək cərrahiyyəsidir. Onun da başqa deyək pafoslu tərəfləri var. Kimsə eləmək istəyirsə eləsin. Almaniyada cərrahiyyə rezidenti olmağın yaxşı seçim olmadığını iddia edənlər adətən hansı arqumentlərə əsaslanırlar və bu arqumentlərlə nə dərəcədə razısınız? Hansısa kolleqalar cərrahiyyə sahələrində əməliyyatxanaya daha çox girə bilməyib, əməliyyatlarda iştirak edə bilməyib, ya hər hansısa bir yolla özünə bir şərait qura bilməyib cərrahiyyə əsasında, sonra da başlayıb tövsiyələr verməyə ki, hər şey pisdir. Bu kolleqalarla yəqin daha çox ünsiyyətdə olduğuna görə belə fikirləşirlər. Məsələn, mənlə kimsə danışsa, mən
Eee, hər şeyin ancaq yaxşı olduğunu deyəcəm. Çünki bütün hər şey doğrudan çox yaxşı keçib. Buradakı assistentlər də hansı ki, Azərbaycandan kolleqalarım burdadılar. Assistent kimi razıdırlar. Razıdırlar, işləyirlər. Hətta deyim, Komenteranka keçib ürək cərrahiyyəsi Weiterbildunguna seçilməyən kollega var, hansı ki, getməyib, qalıb və yer gözləyir ki, seçilsin və seçiləcək də. Bəzi kollegalar daha çox da yaşlı kollegalar, məsələn 30-u keçmiş falan, amma Weiterbildungun hələ əvvəlində olan, nə vaxtsa gec başlayıb Weiterbildunga, amma sırf ürək cərrahiyyəsi eləmək istəyir. Bir il, neçə ildən sonra ağlı başına gəlir ki, 40 yaşına qədər çəkəcək hər şey və onlar çıxırlar. Çıxdıqca yer boşalır. Ona görə də kollega gözləyir. Elə bir şərait yəqin ki, yaranacaq. Həmişə dinamika var, həmişə dəyişiklik var. Yəni hətta o getmir, razıdır ki, qalsın. Amma yenə də əməliyyatlara yazılır, şöbədə işləyir, öz ilinə uyğun assistentlik eləyir, heç nədən kənarda saxlanılmır, xəstəxana da get deyə bir şey demir. Yəni onlar da razı, onlardan da soruşsanız razıdırlar. Bu ümumi suallar idi. Mən Almaniyada ürək cərrahiyyəsindən yəni məlumat verməyə davam eləyim. Bayaqki sualların içərisində biri var idi, perspektivi gələcəyi. Ürək cərrahisi intervensiyon kardiologiya inkişaf eləsə də və müəyyən qədər sıxışdırsa da, amma yaxın 10 ildə yəni vacibliyini qoruyacaq bir sahədir. Müəyyən dəyişikliklərə uğraya bilər. Deməli, bunu da 1, 2, 3 kimi belə yazmışam. Məsələn, kateter əsaslı müdaxilələrin artmağı həmin o əhəmiyyətli dəyişikliklərə səbəb olan faktorlardan ən birincisidir. Tabii demək olar ki, aorta qapağı sahəsinin 70-80%-ni götürüb. Məsələn, əvvəllər ancaq aorta qapağı stenozlarında transkateter qapaq implantasiyası olsaydı, indi hətta çatışmazlığında da yenə valv deyə qapaqları məsələn kateterlə qoyurlar. Yəni hətta aorta qapağı çatışmazlığını da yavaş-yavaş götürməyə başlayıb. Amma tabii kardiocərrahla kardioloqun birlikdə icra etdiyi prosedurdur. Bizim klinikada çox yaxşı tabii və kardiocərrahlar və kardioloqlar birlikdə eləyirlər. Hər ikisi birinci operator kimi icra eləyir. Mən bütün tabii qapaqlarına demək olar ki, sertifikatım var və tabiidə aktiv iştirak edirəm. Özüm istirdim kateter mənşəli işlərdə biraz hibrid cərrah olmaq üçün icra edeyim. Mitral klip, digər mitral qapaq müdaxilələri, trikuspid klip, trikuspid qapaq, bunlar çox artıb, bizim klinikada çox olunur. Yəni ürək xəstəliklərinin perkutan müalicəsi çox artıb. Klassik cərrahi əməliyyatların sayı azalır yazmışam. Söhbət gedir, yəni bir damara görə adi bir qapaq, aorta qapağı stenozuna görə 75 yaşlı xəstəni açmaq artıq yoxdur. Cərrahiyyə daha mürəkkəb xəstələr yönləndirməyə başlayır. Yəni kardioloq, ümumiyyətlə xəstə bura gəlirsə və onun kardioloqdan böyük bir məktubu varsa, içində də 15 diaqnozla, bunlar çox ağır xəstələrdir. Yəni kardioloqlar demək olar ki, bütün mümkün variantları istifadə ediblər, heç nə olmayıb ki, bizə göndərirlər. O xəstələrlə həqiqətən çox ehtiyatlı davranmaq lazımdır və gələcəkdə kardiocərrahiyyədə o xəstələrin sayı artacaq. İndi bizim klinikada çoxdur. Amma yəni daha maraqlıdır. Biraz sizə aidiyyəti nədir? Odur ki, sadə temaları kardioloqlar intervensiyonla həll edirlər və bu cür ağır problemlər qalır. Onlar ancaq təcrübəli kolleqalar tərəfindən olunur. Amma o əməliyyatlardakı assistentlik, o əməliyyatları görmək də hamısı təcrübədir. Yazdığım kimi koronar xəstəliklər, məsələn, neçə dənə stent keçirmiş, çoxlu stenozu olan, yəni artıq belə atma fraksiyası da zədələnmiş, yəni bu formada kompleks qapaq patologiyaları, endokarditlər, aorta disseksiyaları,
ikincil əməliyyatlar, əvvəl əməliyyat olmuş xəstələr yenidən əməliyyat olunur, əgər intervensiyon prosedur mümkün deyilsə. Sonra da el-bad və ürək transplantasiyası, hələ ki ürək cərrahiyyəsində təbii ki. Kompleksləşmə, xəstələrin daha çətinləşməsi də təbii ki, ixtisası biraz da yüksək ixtisaslaşmış olmağa məcbur eləyir. Heart-Team konsepsiyası ürək cərrahiyəsində, ümumiyyətlə kardiologiya və ürək cərrahiyəsində hazırda çox əhəmiyyətli mövzudur. Bizdə deməli koronar board, heart valve, ürək qapağı bordu, sonra ürək çatışmazlığı konferansları, bütün mövzular ümumiyyətlə ürək cərrahı, kardioloq, yəni yaxşı olar ki, təbii ki, anestezioloq, radioloq və intensiv terapiyadan da kimsə yəni tim şəklində müzakirə olunmalıdır. Yəni əməliyyat yoxsa kateter sualı müasir dövrün gündəlik sualıdır və heart teamdə diskussiya olmalıdır. Mən Klapan timin, koronar timin və ürək çatışmazlığı konferansının içində üzvüyəm. Hamısında iştirak edirəm və bunda çox vacib hesab edirəm. Yəni xəstələr üçün çox gözəldir. Kardioloqlar öz istəklərinə uyğun nə gəldi eləmirlər və kardiocərrahlar da öz istəklərinə uyğun nə gəldi eləmirlər. Birlikdə müzakirə olunur və layiq liniyalarla xəstəyə ən yaxşı, ən uyğun terapiya seçilir. Bayaq dediyim kimi hibrid cərrahlar, yəni cərrah da kateter texnikalarından başı çıxmalıdır. Cərrah hibrid prosedurlara açıq olmalıdır. Xəstə multi orqan problemləri ilə koronar damar problemi var və aorta qapaq stenozu var. Xəstənin aortasında olan kürəzləşmə maşına qoşmağa, aortanı klemen eləməyə, cross clamp-a icazə vermir. Hibrid prosedur üçün həmişə açıq olmaq lazımdır. OPCAP bypass icra oluna bilər və TAVI prosedurundan qapaq qoyula bilər. Yəni bu işlər həqiqətən gələcəkdə daha çox olunacaq işlərdir. Hibrid prosedurlar aorta disseksiyasında olsun, həm əməliyyat, həm stent implantasiyası. Yəni bu kardiocərrahiyyənin gələcəyində bu var. Süni intellekt rəqəmsallaşma bu elə biraz cərrahiyyə temasında özünü daha çox göstərmək üçün biraz vaxt lazım olacaq. Amma əməliyyat riski qiymətləndirilməsi, görüntü analizi, əməliyyat planlaşdırılması, nəticə proqnozlaşdırılması, yəni biraz daha çox statistik işlər, ya qiymətləndirmə, belə şeylər. Amma cərrahi əməliyyata qərar vermə və həmin əməliyyatı icra eləmə insan faktoru ilə belə ki, ürək cərrahiyyəsində və bir müddətdə belə qalacaq. Ürək cərrahiyyəsində karyera baxımından perspektiv, deməli, bütün bu dediyim dəyişikliklərə baxmayaraq, təcrübəli ürək cərrahı həmişə lazım olacaq. Ürək çatışmazlığı çox böyük bir sahədir. Pumpa implantasiyası, ürək transplantasiyası, aorta əməliyyatları, kompleks qapaq əməliyyatları, şuntlama məncə həmişə ehtiyac olacaq. Çünki ola bilər biraz daha ağır xəstələr yüngül prosedurları stentləmə ilə icra etmək mümkün olacaq, amma onun da müəyyən qədər limiti var. Yəni bir müddətdən sonra yenə cərrahi müdaxiləyə ehtiyac var. Və cərrahlara da həmişə ehtiyac olur, çünki yazıldığı kimi həmişə deməli yaşlı nəsil, yaşlanan cərrah nəsli getdiyi üçün Almaniyada, Avropada yəni müəyyən yaşa nə qədər işləməyə icazə var. Yəni ondan sonra həmişə kadr ehtiyacı var. Yüksək ixtisaslı cərrah da iş tapmaqda problem yaşamaz. Bunun hələ ki elə bir fərq yoxdur. Rezidentura və bodybuilding dövrünə maraqlanırsınız, amma yəni məşğul olduğun ixtisasın gələcəkdə hara getdiyini bilmək hətta başlayanda da vacibdir. Yəni ürək cərrahisi qeyd edildiyi kimi yox olmayacaq. Kompleksləşmiş və daha başqa cür belə ixtisaslaşmış formaya çevrilir.
Yəni hibrid, biraz multidisipliner kardiologiya sahəsi ilə qarışıq birlikdə formada davam edəcək. Ona görə kardiocərrahiyyənin gələcəyi yəni təhlükə altında deyil, kardiocərrahiyyə hələ məncə həmişə olacaq. Ə, Take home message temasına aiddir bu yazdığım indi. İş yerini, yəni orada ən vacib şey iş yeri düzgün seçmək. İş yeri düzgün seçmək üçün mümkün qədər çox klinikada hospitasiyon etmək vacibdir. Mən başa düşürəm, mən də universitet vaxtında olanda hospitasiya eləmək təbii ki, imkanları var idi, amma mənim imkanım yox idi. Amma mümkündürsə, klinikalarda bir neçə günlük hospitasiya eləmək çox yaxşıdır. Məsələn, Almaniyada bu gün yazıb gələn həftəyə hospitasiya olmaq biraz çətindir, amma nəsə planlaşdırırsınızsa çox əvvəl vaxtdan 5-ci kursdan falan yazmaq olar klinikalara ki, müəyyən bir vaxt çərçivəsinə yığıb, məsələn, yay ərəfəsinə bir ayın içində bir 5-6 klinikanın hərəsində hissə-hissə olub baxmaq olar. Ya da kardiocərrahiyyəyə baxmaq olar, travmatologiyaya, ümumi cərrahiyyəyə hərəsində olub görmək üçün ki, sizlikdirmi, sizlik deyilmi? Yəni heç görmədən qərar verməkdən daha yaxşıdır və rezident həkimlərlə danışmaq lazımdır. Məncə onlayn da danışmaq olar, əlaqə yaratmaq olar, soruşmaq olar. Ola bilər rəqabət səbəbindən falan biraz öz yerlərini qorumaq üçün çox obyektiv informasiyalar verməsinlər, amma yenə də bu danışıqların köməyi həqiqətən məncə çoxdur. Yəni bu rezident kimi gəlmək istəyirsiniz və ən yaxşı da rezidentlə danışmaq lazımdır. Məsələn, bizim klinikada Azərbaycanlı kolleqalar assistent kimi işləyirlər. Yəni o cür kolleqaları tapıb ortaya çıxartmaq, onlarla əlaqə yaratmaq lazımdır. Yəni onlar daha obyektiv informasiya verərlər. Assistentlərin əməliyyatlara nə dərəcədə cəlb olunduğunu, ixtisası vaxtında bitirə bildiklərini, nə bilim şöbədə ümumiyyətlə kadr dəyişikliyi nə sürətlə baş verir. Yəni bu tür şeyləri öyrənmək lazımdır əvvəlcədən. Bir də bu kurikulumun strukturlaşdırılmış olmasını yəni dediyim kimi burada Weiterbildung'a çox önəm verirlər və Weiterbildung'a götürürlərsə əvvəlcədən onlara semestrlərə uyğun nə işlərlə məşğul olacaqları kimi bir proqram çıxarırlar. İndi o bir yuxarı, bir aşağı, aşağı olmaz, bir yuxarı, amma yenə də o proqramda qalınır. İndividual faktorların rol oynamağı şərti ilə ya o plan icra olunur. Yəni o varmı klinikalarda, yoxsa klinikalar deyir ki, şöbədə işləyin baxarıq. 4 ildən sonra da qayıtsın ki, rezidentə yəni bizdə belədir, səni hələ növbəti ildə əməliyyata sala bilməyəcəyik, amma bu illər gedir axı və rezident gözləyir. Birinci çox sözlər verilir təbii ki, hər şey belə olacaq, amma vaxt keçdikcə təbii ki, kollega görür ki, baş vermir heç nə. Yəni bunları orada olan rezidentlərlə, assistentlərlə danışmaq lazımdır. Əgər mümkündürsə, bu tür şərait varsa, bundan istifadə etmək lazımdır. Başqa belə bir şey yoxdur take home mesaj üçün. Yəni alman dilini öyrənib baxış brifinqi verib iş icazəsini alandan sonra işə başlayın. Çox əvvəldən beyni işləmək lazım deyil, necə olacaq, nətər olacaq deyə. Niyə? Çünki onsuz da bir neçə ildən sonra fikirlər dəyişir, gördüyünüz şeylər sizdə daha başqa fikirlər yaradacaq. Ona görə vaxt itirmədən bir yerdən başlamaq lazımdır və ondan sonra da baxmaq lazımdır. Ay mən 7 ilə qurtardım, ay mən 10 ilə qurtardım, ay mən 8 ilə qurtardım. Yəni boş şeydir. Almaniyada 65-67 yaşına qədər deyirsən, 67 yaşına qədər işləyirlər. Azərbaycanda da 65 falan olmalıdır.
İndi təsəvvür edin, 24 yaşında universiteti qurtarmış, iş axtaran bir adam 40 il, 41-42 il hələ işləməlidir. Həmin 41-42 ilin o əvvəlki 7 ilimi hansı ixtisas öyrənməyinə sərf edəcək, yoxsa 12 ilimi? Məncə bu tamamilə yəni mənasız bir şeydir. Ondan sonra hələ 30 il işlənilməlidir. Ona görə tez qurtarın ya da orada az çəkir, burada çox çəkir. Maaşınızı alırsınız, işləyirsiniz. Yəni birinci hamının eləməli olduğu budur. İş yeri olmalıdır və maaş alınmalıdır və yaşanılmalıdır. Bunun üçün də Almaniyada şərait məncə başqa yerlərdən daha yaxşıdır. Hamı sığortalanır və normal maaş alır. Dediyim kimi normal yaşayışa çatacaq, normal ev tutmağa çatacaq, normal bir maşın alıb lazım olanda səyahətə çıxa biləcək və iş gününüzün 24 saatını əhatə eləməməlidir. İşlə məşğul olmalısınız, işi sevməlisiniz, işə getməlisiniz, gəlməlisiniz, onunla məşğul olmaq istəməlisiniz və özünüz üçün də vaxt ayırıb o vaxtı da yaxşı keçirməlisiniz. Onda 12 ili nəyəsə sərf elədim, getdi kimi olmur. İşləyirsiniz və yaşayırsınız. Yəni, bu cür yanaşmaq lazımdır. Mənim fikrimcə. Mənim danışmaq istədiklərim bu qədər. Əgər nə suallar varsa, böyük məmnuniyyətlə cavablamağa çalışaram. Çox sağ olun doktor, həqiqətən ətraflı məlumatlar üçün təxmini bir saat keçib artıq. Vaxt keçdi, vaxt necə keçdi bilmədim əslində. Chatda bəzi suallar var, istəyirsə onları oxuyum. Kimsə də istəsə səsin ya da görüntüsünü açıb verə bilər. Hı -hı. Travma cərrahiyyəsi barədə nə düşünürsünüz deyə bir sual gəlib. Travma cərrahiyyəsi. Aha. Travma cərrahisi, okey, Almanca isə yəni Unfall xirurgiya, travmatologiya. Mən məşğul olmamışam, amma kolleqalar tanıyıram, hansılar ki məşğul olublar. Böyük sahədir. Çoxlu xırda hissələri əhatə edən sahədir burada. Məsələn, çox danışırlar spesial hand xirurgiyasından, əl cərrahiyyəsindən, sonra Wirbelsäule xirurgiyasından. Ürək cərrahiyyəsinə müqayisə edəndə daha çox yerdə var. Bütün şəhər klinikalarında travmatologiya və Unfall cərrahiyyəsi var. Və mənim tanıdığım kolleqalar işlədikləri yerdən, əməliyyata girməklərindən, assistentlərindən tamamilə razı idilər. Hətta balaca bir şəhər klinikasındadılar, heç böyük klinikada deyil. Və başqa hissələrini də öyrənmək üçün klinikaları dəyişdirib, məsələn, spesial əl cərrahiyyəsini öyrənmək istəsə, başqa onunla ixtisaslaşmış klinikaya gedib orada öyrənə bilərsiniz. Wirbelsäule cərrahiyyəsini xüsusi öyrənmək istəsə, ora gedə bilərsiniz. Hansısa bir protez implantasiyasına məşğul olan klinikada gedib orada ixtisaslaşmağa davam edə bilərsiniz. Maraqlı sahədir. Yenə də fokusirun olub ki, 4 ilə mən mütləq böyük cərrah yəni elə yox, amma həyatınızda yaşayırsınız və bu işlərin hamısını sistemli şəkildə birindən o birisinə keçə-keçə məşğul olub və olsun 10 ildən sonra yaxşı ixtisaslaşmış cərrah ola bilərsiniz. Yəni Almaniyada onun üçün şərait məncə superdir, çünki ən azından gördüyüm kolleqalar çox razıdırlar. Çox sağ olun. Belə bir sual var. Salam dediniz, bəzi uşaqlara məsləhət vermisiniz ki, sahə olaraq kardiocərrahiyyə seçməsinlər. Yəni bu sahəni seçənlər uşaqlıqdan bunu arzulayanlardır. Bəs onlara hansı sahəni məsləhət görmüsünüz? Yəni bunu səhv başa düşülməyini istəmirəm. Özüm kardiocərraham, təbii ki, sahəni pisləmək istəmirəm, amma sahəni də keçdiyimə görə demək istəyirəm ki, uzun yol olduğuna görə biraz enişli çıxışlı, yəni emosiyaların tez-tez dəyişdiyi bir rezidentura dövrüdür. Yəni 3 aylıqda, bir semestrdə ola bilər ki, adam fikirləşsin ki, çox super hər şey gedir və mən bu cərrahiyyədə
böyük cərrah olacam bu sahədə. Növbəti 3 ay ancaq şöbələrdə, orada, burada nəsə yerlərə səni göndərə bilərlər əməliyyatxanadan. Elə uzaq qalarsan ki, fikirləşirsən ki, ilahi, bunun axırı görəsən nə olacaq? Yəni həm biraz bu sahəni kimsə seçirsə, biraz yəni emosional, mental möhkəm olmaq lazımdır. Yəni hər yəni 7 illik, 8 illik dövrdə hansısa bir 3-4 ayda baş verəcək ya da baş verməyəcək hadisələrə görə yəni emosional tez-tez fikir dəyişikliyinə düşülməməlidir. Hansı ixtisasları məsləhət görə bilərəm? Əgər yəni kollega soruşursa ki, Almaniyada qalıb Almaniyada yaşamaq üçün birincisi elə ixtisaslar ki, vaxtın çoxu əməliyyatlarda ya da işdə keçməsin. Biraz özünüzə daha çox vaxt qalsın. Çünki onsuz da maaş sistemi nə işlə məşğul olduğundan, hansı həkim olduğundan asılı deyil. Hamısında eyni maaş alırsınız. Yəni özünə daha çox vaxt ayıra biləcəyin, çünki onsuz da heç hara getmək fikrin yoxdur. Almaniyada qalacaqsan, indən sonra da həmişə burada yaşayacaqsan. Daha çox yaxşı həyatını yaşamaq üçün. Amma ixtisas seçəndə deyim, məsələn, anesteziologiya ixtisası o cəhətdən çox yaxşıdır. Daha indi anestezi kolleqaları da şey olmasın. Yəni müqayisə edirəm ürək icarəsində. Mən burada işləyirəm və Tuxun o biri tərəfində də anestezi kolleqadır. Eyni 6 saatlıq əməliyyatda 4 kollega dəyişir. Bir protokolda 4-5 anestezistin adı durur, amma mənim tək adım durur. Yəni məsələ bundan gəlir. O çıxır, gedir, səhər yeməyini yeyir, tualetinə gedir, oturur. Elə əməliyyat getdiyi müddət də oturur. Orada YouTube-da istədiyi bəzi şeylərlə maraqlanır, internetlə maraqlanır, öz terminlərini həll eləyir, zənglərini eləyir. Mən amma həmin müddəti ancaq əməliyyatda olam. Yəni belə şeylərdən söhbət gedir. Amma ümumiyyətlə yəni kiməsə ixtisas seçimi məsləhəti görmək yaxşı deyil. İxtisası özünüz seçin, istədiyiniz işlə, nə ilə məşğul olmaq istəyirsinizsə onu seçin, onunla məşğul olun. Onda sərf elədiyiniz vaxt da, enerji də sizdə elə bir şey, yəni pis hisslər yaratmayacaq. Əksinə sizə xoş olacaq. Sevdiyiniz işlə nə qədər çox məşğul olsa, adam özünü o qədər yaxşı hiss edir, yəni o baxımdan. Oğlum. Anan soruşur, salam, bəs rezidentura dönəmində invaziv kardiologiyada da kardiocərrahiyyədəki qədər yorğunluq və problemləri olur. Bir də bayaq dediyiniz, qeyd etdiyiniz Weiterbildunga 1-2 ürək cərrahı seçilməzdən əvvəl bir il yarım ərzində xəstəxana tərəfindən maaş verilir. Arxadan əvvələ başlayım. Bəli, verilir. İşə girdiyiniz gündən maaş alırsınız. Yəni əgər sizin iş icazəniz varsa, Fachsprachprüfungu vermisinizsə və bura gəlirsinizsə, hospitasiya eləmirsinizsə, yəni iş yeri kimi gəlirsiniz, angestellt maaş almağa başlayırsınız. Fərqi yoxdur, Weiterbildungdasınız, deyilsiniz, hansı şöbədəsiz. Yəni və seçilmədən sonra da qalırsınız, gözləyirsiniz ki, nə vaxtsa yer açılsın, həmin yeri mənə verərlər. Bütün müddətin hamısında ilinizə uyğun, assistent ilinizə uyğun maaşınızı alırsınız. Onun üçün də tabellər var, oradan baxıb görmək olar. İntervensiyon kardioloqların yorğunluğundan da onlar da eyni stresi, eyni yorğunluğu keçirirlər. Problem odur ki, məsələn, Tabini götürək. Qapaq implantasiyasıdır. Mən də iştirak edirəm, kardioloq da iştirak edir. Qapağı gətiririk yerinə, açırıq və aortada ruptur yəni səbəb oldu. Təbii ki, kardioloq sağollaşır məndən, çıxır gedir şöbəsinə. Mən onu əməliyyat edib vəziyyətdən çıxartmalıyam. Mitral qapaq, trikuspidal, nəsə icra edirlər, hardasa bir dəliyə açdılar, onu elədilər, bunu elədilər və kardiocərrah işə davam edir, kardioloq gedir evə yəqin ki. Sonra da zəng edib soruşur ki, hər şey qaydasındadırmı? Belə, yəni demirəm ki, onların da işi çox sadədir. Onlarda da prosedurlar olur ki, yəni sıraq xəstəyə bir şey olan kimi onu kardiocərrahiyə vermirlər ki, onu mümkün qədər çalışırlar, vəziyyətdən çıxartsınlar özləri. Onlarda da ağır işlər var, amma deyim ki, orada dursunlar 5 saat, 6 saat nəyisə bir işlə məşğul olsun, elə bir şey yoxdur. Mən sonradan həmin xəstəni, yəni çox olub, TAVİ-də baş verən hadisələrdə, əsas da əvvəlki illərdə o biraz ümumi təcrübə az olanda
Yəni səhər saat 8-də başlamışıq, 9-da xəstəyə elə biləcəyimiz pis şeylərin hamısını eləmişik. Kardioloq çıxıb gedib, mən onun saat 4-ə 5-ə qədər əməliyyat eləmişəm ki, zaldan çıxsın. Yəni belə olur. Salam ilk il yarımda intensivdə ya da reanimasiyada verməli olduğumuz aylarla paralel əməliyyatlara girmək olur assistent kimi, yoxsa heç xirurji vayta bildiyinə başlayandan sonra olur bu proseslər? Deməli, Common-Trunk belədir. Common-Trunk birinci ili cərrahiyyədir. Ümumi cərrahiyyə hesab olunur. Deməli, başqa klinikalarda ola bilər ki, biraz bütün aptaylonlar, bütün şöbələr varsa, xırda yaraların tikilməyi, yəni bu işlər əmək, dəri, dərialtı, maksimum fassia əzələyə qədər gəlib çıxa bilərsiniz. Bəzi xırda damarlarla, yəni xırda açılmış yaraları fezol qənələmə tikmək, düzəltmək bu işlərlə məşğul olar. Bizdə olmadığına görə bizdə ancaq ürək cərrahiyyəsidir. Bizdə o yara ayaqdan vena çıxartmaqdır. Yəni ayağı kəsib, sonra həmin yaranı tikmək. Birinci ildə assistentin məşğul olduğu budur. Birinci il qutarandan sonra assistent gedir intensivə. Gedir intensivə və bir il intensiv keçir. İntensivdə olan assistent intensiv rotasiyasını bitirənə qədər heç hara gedə bilməz. İntensivi keçməlidir. Nə vaxt intensiv müddəti qutarır, geri qayıdır cərrahiyyəyə, ondan sonra başlayır ancaq cərrahiyyə ilə məşğul olmağa. Amma intensiv də belədir ki, bütün klinikalarda reanimasiya var və bütün klinikaların reanimasiyalarına işçi lazımdır. Ona görə bu qaçılmaz bir işdir. Klinikadan klinikaya fərqli olaraq ola bilər ki, kağızda yazılıb ki, 6 ay notafinamə, 6 ay reanimasiya, yəni cəmi 1 il, amma klinika sizi 18 ay, bəzən 2 il, bəzən 2 il yarım reanimasiyada işləməyə məcbur eləsin. Bu da yəni sizə verəcəyi Weiterbildungun üçün, yəni klinika üçün də iş görmək lazımdır, ona sayılmalıdır. Minnətdaram. Belə bir sual da var. Əgər varsa iştirakçılarda son sualın versinlər, biz də yavaşdan bitirək. Salam, Almaniya torakal cərrahiyyə ixtisası üçün yaxşıdırmı? Bu sahə hansı səviyyədədir? Deməli, o mövzuda məsələn biz ürək cərrahiyyəsi başqa məsələn Azərbaycandan, Türkiyədən fərqli olaraq ürək damar cərrahiyyəsi deyil ya da ürək toraks cərrahiyyəsi deyil. Ürək cərrahiyyəsi, toraks cərrahiyyəsi, damar cərrahiyyəsi ayrı-ayrı sahələrdir və hər birisinin ayrı-ayrı fəxarçı olunur. Toraks cərrahiyyəsi də bizdə var. Toraks cərrahiyyəsində məşğul olmaq olur. Yəni bir zal toraks cərrahiyyəsi üçündür. Amma biz toraks cərrahiyyəsi üçün ixtisaslaşmış böyük klinika deyilik. Sadəcə olaraq cərrahımız var, hansı ki bu işlə məşğul ola bilər. İndi o yavaş-yavaş şöbəni genişləndirməyə başlayıb. Bəzi başqa kolleqaları da yığıb, görürsünüz ki, fərqli əməliyyatlar eləyir. Amma toraks cərrahiyyəsi yəni o da geniş cərrahiyyədir, böyük mövzudur. Söhbət təkcə ağciyərlərdən getmir, söhbət bütün mediastinal sahədən gedir. Yəni orada məncə maraqlı sahədir. Demək olar ki, elə eyni qədər uzunluqda çəkir. Onu da bitirmək üçün biraz uzun müddət vaxt lazımdır. Almaniyada yəni bizim toraks cərrahına baxsam deyə bilərəm ki, çox yüksək səviyyədədir. Yəni keçmək olar. Çok sağ ol. Son sualı da oxuyum. Nofər soruşur, assistent olaraq və ya rezident olaraq digər klinikalarda növbələrə çıxmaq, əməliyyat etmək mümkündür. Honorar işləmək, yəni başqa klinikalarda kolleqaya ehtiyac varsa, yəni ürək cərrahiyyəsində sizdə buna çox az vaxt olur əslində. Bir də başqa klinikalarda hər sahədə honorara ehtiyac yoxdur. O ehtiyac olur reanimasiya şöbələrində ya da tamam başqa məsələn notart falan kimi işləmək, amma o birinci illərdən biraz çətindir. 2 il falan təcrübə yığıb sonra o cür şeylər tapmaq olar. Yəni mümkündür. Həftə sonlarınız olur boş,
həftə içi bəzən boş günləriniz olur. Təbii ki, klinikaya informasiya vermək lazımdır, çünki ikinci işdir və siz özünüzü çox yorub sonra gəlib bu xəstəxananın pasientlərinə zərər verə bilməzsiniz yorğunluq səbəbindən. Ona görə klinika bilməlidir bunu. Amma çox vaxt heç nə demirlər və bu işləri görmək olar. Əlavə pul qazanmaq üçün eləmək olar. Ona görə mən deyirdim ki, ixtisaslar seçimi olar, hansında ki adamın daha çox vaxtı qalır, özün üçün daha çox vaxtı qalır, daha az yorulursan və onu sərf edib belə əlavə honorar işlərlə məşğul olub biraz da daha yaxşı pul qazanmaq mümkündür. Əgər Almaniyada qalmaq fikrindəsinizsə. Evet doktor, axırıncı sualda gəldi, bunu da oxuyum. Buyurun. Rezidentura müddətində başqa ölkələrə rotasiya etmək olurmu? Yaxşı sualdır. Problemadır ki, məsələn, kardiocərrahiyyədə bizim klinikada rezidentura keçirsinizsə, yəni hansı ölkəyə getməyə ehtiyac olacaq ki? Yəni gedib harda nə görmək istəyirsiniz? Yəni belə bir məsələ var. Amma təbii ki, bir ildə müəyyən gün sayı fortbildunglara, özünü təkmilləşdirmə kurslarına falan ödənişli şəkildə, yəni ödənilir, gedə getmək olar. Amma bu klinikanı qoyum, gedim hardasa 3 ay nəyəsə bir işlə məşğul olum, o bu klinikaya lazımdırmı, onu bilmirəm. Yəni onu klinikanın direkt gedəcəyiniz klinikanın özü ilə danışmalısınız. Yəni o individual məsələdir. Belə. Çox sağ olun doktor, həqiqətən minnətdaram. Vaxt Buyurun, xoş ayırdığınız gördük. üçün. Həftə sonudur. Almaniyada həftə sonu ciddi yanaşırlar. Bir günü yaxşı gün var idi. İndi yağış yağmağa başladı. Mən mən bitirəşim. Ya burada yağmır, yağmur yaxşı. Yaxşı. Yox, xoş idi mənə. Ümid edirəm ki, müəyyən qədər informasiya verə bildim. Mən daha çox yəni Almaniyada kardiocərrahiyyə nədir və necə eləmək, belə danışmaq istirdim. Yəni adım, soyadım birinci slaydda yazılıb, işlədiyim klinikada yazılıb. Həmin klinikanın saytına girsəz, orada e-mail adresim də var. Kolleqalar istədikləri vaxtda istədikləri sualı direkt yönləndirə bilərlər, yaza bilərlər. Çox diskussiya eləməli olan ya da bu klinika ilə bağlı məsələlər olsa, hətta nömrəmi də bölüşə bilərəm. Bir WhatsApp-la da əlaqə saxlaya bilərik. Yəni çəkinməsinlər. Başqa klinikalardakı Azərbaycanlı kolleqalar da tapmağa çalışsınlar, yazmağa çalışsınlar. Mən inanmıram ki, hansısa klinikada hansısa bir Azərbaycanlı kollega yəni öz həmvətəninə kömək eləməyi istəməz. Yəni istəyərlər, informasiya da verərlər və söhbət gedər. Ola bilər ki, bir gün aşağı, bir gün yuxarı mən özüm də əməliyyatlarda oluram. Bəzən başım qarışıq olar. Ola bilər ki, bu gün yazılan mesaja sabah cavab verim. Yəni elə şeylərə çox takılmasınlar. Amma həmişə cavab verməyə çalışacağam. Yəni problem yoxdur, eləyə bilərlər. Çox sağ olun doktor. Minnətdaram bir daha. İştirakçılara da Buyurun. təşəkkür Buyurun. edirəm. Sağollaşmamışdan qabaq qrupa feedback mesajını atacağım. Onu doldursa çox yaxşı olar. Okay. Belə doktor. Çox sağ olun bir daha. Gecəniz Xoş idi xeyrə mənə də. qalsın. Siz də sağ olun. Siz də sağ olun. Hələlik. Sizin üçün də xoş idi. Sağ olun. Bir də ekran qeydi YouTube-a yerləşdiriləcək.